Görürsən, bəzən soruşurlar ki, bizdən, ana bacılarımızdan zəng vurub soruşurlar, ya məsələn gəlirlər, hüzuran soruşurlar. Elə qardaşlardan da soruşurlar ki, bu 8 Mart bayramı ilə əlaqədar da nə bilirsiniz? Ümumiyyətlə bu bayram düzgündür, səhvdir. Nə olar ki, biz də təbrik eləyək? Elə biz də gedək təbrik eləyək analarımızı, bacımızı. Burada bir şey yoxdur ki, burada günah bir şey yoxdur. Günah eləməyəndən sonra niyə görə də biz bu 8 Martı keçirməyək və yaxud heç keçirməyək ki, yəni heç olmasa biz də təbrik eləyək analarımızı, bacılarımızı. Yəni belə bir suallar soruşurlar. Bəziləri görsən heç əhəmiyyət vermirlər, fərqinə varmadan, tarixini bilmədən deyirlər ki, burada nə var? Hamı keçirdir, bütün dünya keçirdir, biz də keçirdək, biz də təbrik eləyək, heç keçirməyək, yenə deyirəm, təbrik eləyək. Bəziləri yox, aqressiya ilə yanaşır, bəziləri əhəmiyyət vermir. Bunun mənası nədir? Yəni, daha doğrusu, niyə müsəlman aləmi 8 Mart bayramını qəbul eləmir də? Mən bir söz deyim, hər kəsə məlumdur ki, 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Hər yerdə də, bu əksər yerdə belədir. 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Düzdür. Adı beynəlxalq olsa da, hələ indiyin incində də keçmiş Sovet məkanı ölkələrinin bəzilərində başqa yerlərdə də az-az gəlinir bu dırnaq arası bayrama. Yəni, onların çoxsa heç keçirmir. Köhnə Sovet birliyində yaşamış, üzv olmuş ölkələr ki var, onların çoxsu bu bayramı keçirmir, bu dırnaq arası bayramı. Bayramın yaranmasını Klara Setkinlə əlaqələndirirlər. Mən kiçik bir tarixi deyim də. Həmən o Klara Setkin qadınlardan ibarət inqilab dəstəsi yaradır və eksploatatorlarla mübarizəyə qalxmışdı. Mübarizədə qadınlar nəyə tələb edirdilər? Öz iş saatlarının azaldılması, onların iş saatları çox idi. Bu yaxın günlərdə ki, biz cümə xütbəsində dediyim, İngiltərədə olan hadisələrdən zatdan, bu həmən hadisələrlə birbaşa əlaqəsi var. Mübarizəyə qalxan qadınlar iş saatlarının azaldılmasını istəyirlər, maaşlarının çoxaldırılmasını istəyirlər və iş şəraitlərinin yaxşılaşdırılmasını istəyirlər. Ona görə qalxmışlar. Şəraitlər də, iş şəraitləri də ağır idi, maaşları az idi, saatları da çox idi. Qalxmışlar ki, yəni bunlar bərpa olunsun, düzəlsin hamısı. Öz xalqının müqəddəs bayramının yaşanmasına xatir, diqqət edirsiniz, bu sözlər çox mühüm sözdür. Öz xalqının müqəddəs bayramının yaşanmasına xatir Klara Setkin 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən Beynəlxalq Konqresində çıxış edir və 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsini təklif edir, tələb edir. Öz xalqı deyəndə, yəni mən burada dedim öz xalqının, öz xalqı deyəndə bunu da vurğulamaq istəyirəm ki, Klara Setkin Yahudi olub. Yahudi olub. 1966-cı ildə SSR rəhbəri Leonid Brejnevin sərəncamı ilə, 66-cı ildə sərəncamı ilə həmən bu 8 Mart günü qeyri-iş günü kimi və dövlət səviyyəli bayram kimi elan olunur. 66-cı ildə. Bayram təklif olunub 1910-cu ildə Klara Setkin tərəfindən, 66-cı ildə, 1966-cı ildə artıq SSR rəhbəri Leonid Brejnevin sərəncamı ilə həmən bu 8 Mart günü qeyri-iş günü kimi qeyd olunub. Dövlət səviyyəsində bayram kimi qeyd olunub. Və beləliklə də bizim uşaqlarımızın, körpə balalarımızın dırnaqarası analar günü kimi qeyd elədiyi və böyüklərimizin də qadınlar günü kimi, dırnaqarası qadınlar günü kimi qeyd elədiyi bu gün əslində bizim bayramımızdır və Yahudi mənşəli bayramdır. Sual ola bilər ki, niyə məhz 8 Mart gününə saldılar buna? 8 Mart günü niyə elədilər? Demək lazımdır ki, həmən bax bugünkü gündə, 8 Mart günündə Yahudilərin, Yahudi mənşəli xalqın Purim adlanan bayramı günü qeyd olunur. Yəni Purim adlanan bayram günü ilə üst-üstə düşür. Və bu bayram mənşəsi hardandır? Purim bayramı nədir və mənşəsi hardandır? Niyə 8 Mart gününə salıblar? Həmən bu bayram eramızdan əvvəl 480-ci ildə. Görün hara gedir çıxır mənşə. İndi 21-ci əsrdir. Bu eramızdan da əvvəl 480-ci ildə
13 Adara günündə, Adara onların tarixidir. Bizdə yanvar, fevral, mart, aprel olan kimi onlarda da məsələn Adara filan. 13 Adar günündə bu bayram yaranmışdı. Nə vaxt? Eramızdan əvvəl 480-ci ildə. Və o zamanlar Esfir adlı bir qadın, öz ərinə hilə işlədir və Yahudi olmayan və dövlətin elita sayılan şəxslərini qətlinə səbəbkar olur. Bu qətliamda 75 min insan qətl olunur. 75 min insan, diqqət edirsiniz. Yahudilər bu günü Yahudi olmayan xalqlar üzərində qələbə kimi qeyd edirlər. Və biz müsəlmanlar da Yahudilərin digər Yahudi olmayan xalqlar üzərində, xüsusən də günümüzdə müsəlmanların başına gətirilən bu oyunda müsəlmanlara qarşı törədilən fitnə fəsadlar, qırğınlar, Fələstin və s. baş verən hadisələr də hamısını nəzərüzdə alın. Deməli, qələbəsini qeyd edirlər. Və bu qələbəni də adın qoymuşuq nəyə? Dırnaqarası analar günü. Adın qoymuşuq nəyə? Dırnaqarası xanımlar günü, qadınlar günü. Adı altında bunu biz icra edirik. İndi sual verəmsə, budurmu beynəlxalq qadınlar günü? Buna rəğmən Klara Setkin tarixini bilmədən 8 Mart dırnaqarası bayramını keçirən insanların mübarək İslam Peyğəmbərimizin sallallahu aleyhi və aleyhi və səlləmin qızının ciyər parəsi Həzrət Fatimə Zəhra salamullahi aleyhanın doğum tarixindən xəbəri nə üçün yoxdur? Məhz bu gündür gerçək müsəlman xanımlarının günü. Həzrəti Zəhra salamullahi aleyhanın, Fatimə Zəhra salamullahi aleyhanın, Peyğəmbərin qızı Fatimə Zəhranın ad günü əsl qadınlar bayramıdır. Ki Allah qoysa çox yaxın bir zamanlarda bu il 2017-ci ilin mart ayının 19-una təsadüf edir. Qadınlar bayramı. Əsl qadınlar bayramı ondadır. Onda həm Fatimə Zəhranın mövludunu keçirərsiniz inşallah, həm də ki Allah qoysa inşallah Fatimə Zəhra salamullahi aleyhanın mövludunu keçirərsiniz. Da nəinki məsələn bilmədiyimiz bir tarixi biz də qoşulaq və bunu bizim beynimizə, zehnimizə elə yeridib ki, Sovet hökuməti dövründə yeridiblər ki, hələ də zehnimizdən çıxmır və təəssüflər olsun ki, müsəlmanlar da, o da hər müsəlman yox ha, elə bax bizim ancaq elə bizdə və bəzi yerdə, çox az bir yerdə müsəlmanlar bunu bilmədən bayram kimi qeyd edirlər. Amma əslində bu bizim bayramımız deyil.